Mayın 26-sında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı onlarla ailəyə sevinç, onlarla insana yeni bir başlanğıc bəxş etdi. Penitensiar müəssisələrin dar qapıları bu dəfə azadlığa açıldı. Ədliyyə Nazirliyinin penitensiar xidməti sərəncamın icrasını yüksək dəqiqliklə həyata keçirdi. Ombudsman aparatının nümayəndələri, İctimai Komitə üzvləri, dövlət qurumlarının təmsilçiləri və media əməkdaşları da prosesin şəffaf və humanist şəkildə həyata keçirilməsinə şahidlik etdilər. Ölkə başçısının sərəncamına əsasən 220 şəxs əfv olunub. Mən bütün əfv olunan şəxsləri təbrik edirəm. Ölkə başçısına hər birimiz adından minnətdarlığımızı bildirirəm ki, bu cür gözəl bir bayram bəxş edib sizin ailələrə. Bugün 71-ci müstəqillik günündən bugünə qədər imzalanan 71-ci əfv sərəncamı. Əfv sərəncamlarına müvafiq olaraq 10 mindən yuxarı şəxsə əfv sərəncamları imzalanan 71 sərəncam əsasən 10 mindən yuxarı şəxsə əfv şamil olunur. Bu sərəncamla azadlığa buraxılanlar arasında həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər var. Məhkumlar peşman olduqlarını, bu əfvin onlar üçün yeni həyat şansı olduğunu deyirlər. Cəzamın müəyyən hissəsi çəkmişdi, varsa 306 aydır. 8 ay 25 gün qalmışdı azad olunmağıma. Möhtərəm prezidentimizi Allah qorusun, Allah onu saxlasın. Çox minnətdaram ki, əfv sərəncamı ilə bizi azad elədi. Allah onun balaların qorusun, nə bilim, dəmir yumruğun palada çevirsin. Minnətdaram, çox minnətdaram. Maddəmiz 311 ilə başlamışdı, sonra 66 3 maddəsi ilə idi. 4 il 4 ay cəzam idi, onun üçün 6 ay çəkmişdim, 8 ayda qalmışdı. Möhtərəm prezidentimiz humanistlik elədi, əfv elədi bizi. Çox sağ olsun. Sadəcə yaşıma görə gözləyə bilərdim. Mənim artıq 69 yaşım var. Yaşıma görə gözləyə bilərdim. Amma belə humanistliyin şəxsən mən səmimi qəlblə qəbul edirəm ki, çox sağ olsun. Heç bir şeyi gözləmədən şəxsən prezident özü humanistlik edib köməklik göstərir. Çox sağ olsun. Mən çox minnətdaram bu Şəstoyi rəis, muhterem cənab Faris müəllimin hər şey verdi burada. O yaxşı baxırlar. Siz nə vaxtdan da cəza çəkməyə Burada? Neçə ildir? Burada mən 4 il 8 ay bu zondayım. Mən hər zaman hər şeyə mən ehtiyac var, mən o verdi. Bundan sonra nə planlaşdırırsınız geri? Cəzanızdan nə qədər müddət qalmışdı? 2 il 7 ay 25 gün qalıb mən af verdi muhterem cənab İlham Əliyev. Mən çox minnətdaram. Yaşasın Azərbaycan, yaşasın Qarabağ. Qarabağ Azərbaycandır. Allah Teala Qarabağ şəhidlərin rəhmət eləsin. Hörmətli prezidentimiz bir qocaları nəzərə alıb, əfv eləyib, sevincimizdə həddi hüzudu yoxdur. Sağ olsun prezident. İslah olunmuşam, da bundan sonra belə cəzalar elə bildim. Çözməliyim. Sağ olsun prezident. Sağ olsun prezidentimiz. Bu anlar təkcə azadlığa çıxanlar üçün yox, onların ailələri üçün də unudulmaz idi. Qardaşım da içərdən çıxan, yəni çox gözəl gündür bizi üçün. Allah prezidentimizə can sağlığı versin, əfv qərarını verdi. Sevincdən yəni istəyirik ki, hər bir qapıda olsun. Nə qədər müddət idi ki, həbsdəydi? 3 ildir içəridəydi. 3 ildir içəridəydi, 2 ili qalmışdı. Prezidentimiz 2 ilə əfv verdi. Bayramdır bugünlər, demək olsun ki, bayramdır. Göz yaşları, sevinç və illərin həsrəti ilə gözləyənlərin qucaqlaşmaları. Azadlığa yeni qədəm qoyanlar sanki real olmadığını düşünürdülər. Bir-birinə baxır, həqiqətənmi azadıq deyə soruşurdular. O şey değil.
Əf, bu yalnız azadlıq deyil. Bu bağışlanma, yeni başlanğıc, həyatın özünə dönüş deməkdir. Prezidentin imzaladığı bu sərəncam bir daha göstərdi ki, Azərbaycan dövləti insanın islahına, onun yenidən həyata qayıtmasına inanır. Bugün azadlığa çıxan hər kəs üçün yeni bir səhifə açılır.